Yeni Yasamalda Albalı Uşaq bağçasının tam yaxınlığında gördüyünüz bu gözəl binada 2 otağa düzəlmə mənzil təqdim edirəm. Kubçalıdır. Qiymət 166 min manatdır. Zal hissəsindən daxil oluruq mənzilə. Dəyərli izləyicilər, bura mənzilin zalıdır. Baxın, belə bir geniş zalımız var. Döşəmə, parketdir. Mənzil yeni təmirlidir. Təmirdən sonra yaşayış olmayıb mənzildə. 55 kvadrat metr sahəsi var. Bir otaqdan 2 otağa düzəlmə bir mənzildir. Burada eyvan hissə olub. Mənzil sahibi tərəfindən bura mətbəxə çevrilib. Baxın, belə bir mətbəx yaradılıb. Kifayət qədər genişdir. 17 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir. Sənədləri tam qaydasındadır. Kupça çıxarış mövcuddur. Əldədir. Bura dəhliz hissədir. Giriş qapımız burada yerləşir. Girişdən daxil olduqda solda mənzilin sanitar qovşağı. Baxın, bu formada. Burada isə mənzilin yataq otağı yerləşir. Bura qanunla mətbəx olub, ev sahibi tərəfindən bura yataq otağına çevrilərək mətbəx eyvana köçürülüb və əlavə olaraq da bir eyvan burada yerləşir. Baxın, belə bir eyvanımız var. Burada kombi aparatı və qaz sayğacı da yerləşir. Mənzilin qiyməti 166 min manat start qiymətdir. 7-ci mərtəbədə yerləşir. Bir otaqdan 2 otağa düzəlmə bir mənzildir. Yeni Yasamalda 77 nömrəli avtobusun son dayanacağında yerləşir. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.